Salam uşaqlar, keçək indi yeni qaydamıza. Yeni qaydamız nədir? İndiki sadə zaman. İndiki sadə zamanda biz bilirik ki, IUVZ ilə heç bir, yəni feilin sonuna heç bir şəkil çarptırılmır. Lakin he, she, itlə isə feillərin sonuna ya s ya da es artırılır. Deməli, bunlar da ir, ür kimi tərcümə olunur. Burada məsəl üçün sualda IUVZ ilə işlənir do, he, she, it ilə does işlənir. İnkarda məsəl üçün do'nun inkarı don't, həm qısa forması da don't olabilir. Yəni do not ya da ki don't. He, she, it'in inkar forması does'la düzəldiyinə görə sualı inkarda olacaq does not ya da doesn't. İşlədilməsi necədir? Adət halını almış, əsasən təkrarlanan və həmişə baş verən hərəkətləri bildirir. Məsələn, you play in the yard. Sən deyir, həyətdə oynayırsan. İnkarda nə olacaq? You don't play in the yard. Sən həyətdə oynamırsan. Sualda do you play in the yard? Sən həyətdə oynayırsan mı? Qısa cavabda da olacaq yes, I do, no, I don't. Qısa cavabda da bilirik ki, sual cümlədə nə varsa, sualda köməkçi feil nə işlənirsə, qısa cavabda da o gələcək. Bir də bunu vurğulayım ki, yes varsa digər tərəfdə də təsdiq olur, no varsa digər tərəfdə mütləq inkarlıq quruluşu özünü göstərməlidir. Üçüncü şəxsin təkində dedi ki, feilin sonuna s ya da es artırılır. Təsdiqlə she plays in the yard. Məsələn, o həyətdə oynayır. İnkarda, deməli suala baxaq. Does she play in the yard? Deməli burada sual quruluşunu does gətiririksə, bu play'in sonundakı s burada işlənməz. Niyə? Çünki bu s keçir do'ya, bunu does edir uşaqlar. Does etdiyinə görə bir cümlədə də kəsli feil olmaz. Ona görə olacaq does she play in the yard? Sən o həyətdə oynayın mı? İnkarda da she doesn't və yaxud da does not play in the yard olacaq. O həyətdə oynamır. Qısa cavabda da yes, she does və yaxud da ki, xeyr deyiriksə no, she doesn't olacaq. Ya da qısa forması does not, doesn't deyə bilərik. İnkara baxırıq. Does ilə doesn't feilindəki, deməli feilinin sonundakı dedik ki, isi aparır. Məsəl üçün, does she plays olmaz. Niyə? Çünki dedik ki, bir cümlədə kəsli feil olmur. Baxın, burada da göstərilibdir. Sonra IUVZ ilə işlənir dedik. Do, inkarı don't. He, she, it ilə işlənir. Does, inkarda da doesn't işlənir. Amma feildə də dedik ki, eslər düşür. Çünki do'ya keçib onları does edibdir o. Amma ümumilikdə təkdə does, doesn't, cəmdə də do, don't işlənir. Bunu bayaqdan vurğuladıq. Elə fikirlər var ki, onlar elmi faktlardır, danılmır. Həmin cümlələrdə indiki sadə zamanda götürülür. Məsəl üçün, the sun rises in the east and sets in the west. Günəş şərqdə çıxır və qərbdə batır. Və yaxud da ki, magnet attracts iron, maqnit dəmiri çəkir. Yəni, bu həmişə olan bir şeylərdir, uşaqlar. Mütəmadi bunlar eyni olur. Məsəl üçün, su 100 dərəcədə qaynayır deyiriksə, yenə bu da indiki sadə zamanda verilir. Çünki suyu qoysan, hər zaman nə vaxt istəsən suyu qoysan, o 100 dərəcədə qaynayacaq. Water boils at, deməli, 100 degree olacaq. Yəni, su 100 dərəcədə qaynamalıdır. Bu faktdır. Və yaxud da yer günəş ətrafı, deməli yer öz oxu ətrafında fırlanır deyiriksə də, və yaxud da günəş ətrafında fırlanır deyiriksə də, yenə orada nə olacaq? Goes, gedir, around the sun deyəcək. The earth goes around the sun deyəcək, yəni bunu da. Sonra keçək digərinə. Bütün hadisələr həmişə always, yəni baş verdiyinə görə indiki sadə zamana aiddir. Məsəl üçün, yadda saxlayaq. S artıranda cəmdə olur. Feilə bax, deməli, ismə S artıranda cəmdə olur, amma feilə S artıranda təkdə olur. Bunu bir dəfəlik yadda saxlayın. Məsəl üçün, ismi artırılıbdır. Books cəmdədir, isimdir. Place təkdədir. Yəni, bu place nə ilə işlənir uşaqlar? He ilə, she ilə, bir də it ilə. Yəni, bu əvəzliklərlə işlənmirmi? Ona görə, bax, məsəl üçün, burada deyərəm ki, he, she, it, plays, oynayır. Məsəl üçün, iti də cansız bir itlə oynayır. Deyək ki, plays with ball. Topla oynayır, deyək. Məsəl üçün, o plays with ball, oğlan. Və yaxud da she plays with ball, qız oynayır. It də the dog-u ifadə edib deyiriksə, it plays with ball, yəni the dog plays with ball. It topla oynayır, deyə bilərik. Yenə feilin sonumuzda nə gəldi? S gəldi. Çünki bunlar üçüncü şəxslər təkdə olan
deməli varlıqlar olduğuna görə feilin sonundakı s cəmliyi bildirmir, tək xəbər kimi götürülür. Zaman zərflərinə baxaq. Always həmişə, usually adətən, rarely nadir hallarda, seldom gec, yəni ara bir də demək olar. Often tez-tez, frequently müntəzəm olaraq, regularly davamlı olaraq, never heç vaxt. Sonra deyə bilərik ki, məsələn burada zaman zərflərdə feilin əvvəlində işlənir. Yəni cümlədə feilin əvvəlində işlənir nə deməkdir? Mübtəda ilə xəbər arasında işlənir bunlar. Məsələn, they usually read storybooks. Onlar adətən hekayə kitabları oxuyurlar. Və yaxud da ki, Fəridə doesn't often eat ice cream. Fəridə tez-tez dondurma yemir. Və yaxud da do you regularly write your homework? Sən deyir, müntəzəm olaraq ev tapşırığını edirsənmi? Burada da you ilə do gəldi. Deməli, regular ilə işləndi. Mübtəda ilə xəbərin arasında işləndi. Sometimes-a baxırıq. Bəzən deməkdir. Bu zaman zərfi cümlənin lap əvvəlində də işlənə bilər. Və sonda da deməli bəzi kitablarda belə verilibdir. Lap əvvəlində də işlənə bilər, sonda da işlənə bilər deyə verilibdir əslində. Burada isə yəni Vəfa Əhmədovanın kitabıdır bu təbii ki də. Burada isə verilmir, işlənibdir. Mən də əsasən işlənməyən formanı görmüşəm uşaqlar. Amma bir dənə sometimes barəsində bir dənə də qeyd edeyim ki, sometimes inkar cümlələrdə işlənmir. Bunu yəni nəzərdən saxlayın. Sometimes I walk at the seaside. Ara bir deyir, mən dəniz kənarında gəzirəm, yürüyüş edirəm. Və yaxud da ki, I sometimes walk yenə deməli aydan sonra gəlibdir, sonra xəbər gətiribdir. Deməli bu formada hər ikisi doğru olur. Yəni sometimes I walk da düzdür, I sometimes walk da düzdür. Amma sonda görsəz, məsəl üçün deyir işləmir. Once a day, once a year, once məsəl üçün a month, once a week, gündə, ayda, ildə bir dəfə bu zaman zərflər cümlənin lap əvvəlində də işlənə bilər və yaxud da sonunda da işlənə bilər. Every day məsəl üçün the sun rises, hər gün günəş çıxır. The sun rises every day, yenə bu da düzdür ki, yəni axırda da işlənməyə doğrudur. Və yaxud da ki twice a day, twice a year, ildə 2 dəfə, gündə 2 dəfə və s. Every year, hər il, every ilə gələn bütün zaman zərflərində biz indiki sadə zamana aid edirik. Sonra əsas qeydimiz nədir? İndiki sadə zaman zərfləri həm indiki sadə, həm də keçmiş sadə, həm də gələcək zamanda işlənə bilər uşaqlar. Cümlədə əsas zamana aid göstəricini bilmək lazımdır. Məsəl üçün last year deyirsə, keçən il deyirsə, burada deməli always indiki zamanın zaman zərfi deyil də, keçmiş zamanın zaman zərfidir. Yəni deyir ki, keçən il mən işə həmişə avtobusla gedirdim. Yəni burada da əsas zaman keçmişə aiddir. Always